Yeməkdən sonra qarnımız niyə görə daş kimi olur? Dostlar, videonu bəyənərək izləməyi sizdən xahiş edirəm. Bu çox vaxt sadəcə çox yeməkdən olmur. Əsas səbəb odur ki, yemək bədəndə rahat həzm olunmur. Bağırsaqda qaz yığılır, qarın gərilir, xüsusən də tez-tez yeyəndə, yeməyi yaxşı çeynəməyəndə, yeməklə birlikdə qazlı içkilər içəndə, çox yağlı yeyəndə bu hallar baş verir. Bir də belə düşünün ki, mədə və bağırsaq bir maşın kimidir. Sən ora birdən-birə ağır yemək atanda, üstündən də qazlı içki içəndə o sistem çətinliyə düşür. Nəticədə qarında ağrılıq, gürultu, köp, bəzən də sancı başlayır. Bəzi adamlarda süd, lobya, soğan, kələm, şirniyyat və yaxud da çoxlu yağlı yeməkdən sonra bunu daha bariz görmək olur. Bəs evdə nə eləmək olar? Yeməyi tələsmədən yeyin, az-az yeyin, qazlı içkini azaldın. Yeməkdən sonra uzanmayın, bir də çalışın ki, çoxlu gəzin, su balansına da diqqət eləyin. Amma əgər bu hal tez-tez təkrarlanırsa, üstündən də köp, sancı, ishal, gürultu və yaxud da qida həssaslığından sonra narahatlıq gəlirsə, onda məsələ təkcə çox yemişəm olmur. Artıq bağırsağın özündə problemlər var deməkdir. Əgər bağırsaqda köp, sancı, ishal, gürultu və yaxud da qida allergiyasından sonra narahatlıqlar varsa, Lactofiltrum əlinizin altında olsun, sizə kömək eləyəcək. Lactofiltrum dərman deyil, bioloji fəallığa malik qida əlavəsidir. Tərkibində hidroliz olunmuş lignin, laktuloza və fruktoliqosaxaridlər var. Bağırsaqda həzm olunmamış qida qalıqlarının, toksinlərin, allergenlərin və zərərli maddələrin xaric olunmasına, normal mikrofloranın bərpasına dəstək olur. Qida və digər qida əlavələrindən 1-1,5 saat əvvəl və yaxud da sonra qəbul olunur. 14 yaşından yuxarılar üçün adətən gündə 3 dəfə 2 tablet tövsiyə olunur. Reseptsiz satılır, əksər apteklərdə də var. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.